dikkat etsek, Ebu Eyyub Ensari'nin başına gelen bir hadiseni ben kısaca qeyd edeyim. Ebu Eyyub Ensari'ni tanırsınız. Ekseriyetimiz bilir kimdir. Hazreti Peygamber Aleyhisselam'ın Medine'de olan zaman, Hazreti Mekke'den hicret ettiği zaman Hazrete öz evin hediye veriptir. Ve Hazret onun evinde kalıptır. Ve elə bir şəxs idi ki, o zaman Peygamber Aleyhisselam'a çok yakın olan bir sahabe olubdur. Zəhra Aleyhisselam'ın gəlin köçən vaxtı gəlinə bir qoyun hediye veren sahabedir. Mesela bugünlerim görsən ki, gəlin gələndə biz ne edirik? Görsən ata falan getirip gəlinin ayağının altına bir qurban kesir. Bunu ilk defa Əhl-i Beytə eləyən Ebu Eyyub Ensari olub. Xanım Fatimə Zəhra Aleyhisselama gəlin köçəndə bir qurbanlıq hediye veribdir. Yani çok yakın olubdur Əhl-i Beytə. Və Ebu Eyyub Ensari Bədir, Ühüd döyüşlərində olub və ilaxirə. Yani bir tanıyın ki o kimdir. Bir gün Peygamber Aleyhisselam'ın vefatından sonra Ebu Eyyub Ensari gelir Hazreti Peygamber Aleyhisselam'ı ziyaret eləməyə. Gelir Hazreti ziyaret eləyəndə üzün koyur Hazreti Peygamber Aleyhisselam'ın mezarının üstüne. Qucaqlayır, ağlayır, ziyaret edir. Bu vaxtı Mervan, bilirsiniz, 3-cü xəlifənin kürəkəni Mervan İbni Həkəm Ebu Eyyub Ensari'nin bu hərəkətinə görə onu təhqir edir. Necə ki, bugünkü gündə. O vaxtı da eləyirdi Bəni Ümeyyə. Sahabəni təhqir edir. Təhqir eləyəndə Ebu Eyyub Ensari durur ayağa, yımırığı ilə vurub Mervanın dişini sındırır. Bu sahabe bəyəm az bilirdi. Peygamber Aleyhisselam'ın qəbrin təbarrük edib qucaqlamaq məgər harda yazılıb ki olmaz. Bu tarixin bütün kitaplarında var. Bu gün də baxırsan ki, gedənlər özləri görüblər. Hazreti Peygamber Aleyhisselam'ın məzarından 1 metrə aları bir sədd çəkiblər ki, sən əli də vuranmazsan, qoymurlar əli vurmağa. Əli vursan, gəlib əlvə vurarlar, səni təhqir edib çıxardar polis oradan. Yəni bax, bu vəziyyətdədir. Amma əslində Qur'anda oxuduğumuz ayələr bizə nə deyir? Ora elə bir yerdir ki, əmin amanlıq yeridir, Məkkədir, Mədinədir, dünya müsəlmanlarının ən əmin şəhəridir. O şəhərlər bizim də şəhərimizdir. Yəni biz orada öz namazımızı bütöv qılırıq. Məkkədir, Mədinədir, Hazreti Peygamber Aleyhisselam'ın və Kərbaladır. Burada namazlarımız bütövdür. Bütün dünya müsəlmanlarının evidir ora. Amma təəssüflər olsun ki, bu günlərim ora bu vəziyyətdədir.